bunch of you use ChatGPT. I'm gonna pass your resume to McDonald's. I can't have you using ChatGPT. Stop using ChatGPT. I'm getting you study if it actually helps. Son vaxtlar universitetlərdə yeni bir tendensiya yaranıb. Tələbələrin işi asanlaşıb desək, lap yerinə düşər. Belə ki, onlar tapşırıqları süni intellektin köməkliyi ilə qısa zaman kəsiyində həll edirlər. ChatGPT kimi proqramlar bir neçə dəqiqəyə istənilən mövzuda mətn hazırlayır. Bu ChatGPT çox lazımlı bir şeydir. Seminarlarda 10 şotuna 8-9 alıram. Prosta imtahanlarda da yoxlamaq istəyirəm. Qorxu var ki, kəsirərlər də telefonu tutub. Müəllim tutur, amma düzgün məlumat deyə heç nə demir. Yəni, bir-iki müəllimim tutub ki, ChatGPT-dəndir. Bəli, etmişəm. Məncə bütün tələbələr lazımı qədər əslində adama kömək olur. Çünki bəzən məsələn elə olur ki, çatdırmırıq. Ya nə bilim, hər hansısa bir mühazirədən verilən tapşırıqları qısa çıxartmaq üçün onun içindən əsas olan hissələri lazımlı olur əslində. Bir neçəsi olub, yəni ki, mənə gəlib göstərib ki, biz bu tapşırıqdan həll eləyirəm. Mən də ona dedim ki, yəni səhv eləyirsən də. Sözsüz ki, bu kimi hallar təhsilin keyfiyyətinə təsirsiz ötüşmür. Maraqlıdır, müəllimlər süni intellektlə yazılan tapşırıqları necə müəyyən edirlər? Və ən əsası, bu kimi halların qarşısını almağın ən effektiv üsulları nələrdir? Bu dediyiniz problemi ciddi formada hiss eləməyə başlamışıq biz. Semestr boyu 3 kollokvium imtahanı olur. Bu kollokviumlar kiçik sınaqlardır. Tələbənin nəticə etibarilə əsas imtahana, yekun imtahana hazırlayan prosesdir və konkret dəfələrlə görmüşəm ki, tələbələrin cavabları bir-birinə bənzəyir. Yəni və hamısı eyni deyək süni intellekt proqramından istifadə edildiyinə görə eyni, yəni tutaq ki, baxırsan ki, eyni cavablar bir-birinə bənzəyir. Və belə olduğu halda görürsən ki, bu cür alətlərdən, süni intellektdən istifadə heç də gözlədiyimiz effekti vermir. Və hesab eləmirəm ki, bu cür davam edərsə, bizi yaxşı yerə aparacaq. Bizim universitetdə məqalələrin, elmi işlərin, monoqrafiyaların, dərsliklərin həqiqi biliklərini və orijinallığını yoxlamaq üçün xüsusi bir şöbə yaranıbdır. Həmən elə bu süni intellekt proqramları vasitəsilə bunları yoxlamaq, sınaqdan çıxartmaq imkanları var. Təcrübəli müəllimlər əlbəttə ki, oxuyanda görürlər ki, bunlar hamısı necə montajdır, yəni oradan-buradan yığılma materiallardır. Hətta nəinki tələbələr, müəllimlər özləri də ondan istifadə edirlər. Müəllimlər özləri hansısa mühazirələri mən bildiyim qədər ChatGPT-yə tapşırırlar. Onunla necə mübarizə aparmaq olar? Əlbəttə ki, bunun müxtəlif yolları ola bilər. Yenə qeyd edirəm ki, əgər müəllim özü tələbənin özünün xüsusiyyətlərini bilirsə, qabiliyyətini bilirsə, görürsən ki, bunu o yazmayıb. Onda elə o şübhələnirsən, başlayırsan demək davamlı olaraq onu yoxlamağa, müəyyən sual-cavab aparırsan, dialoq aparırsan, keyfiyyətli antiplagiat proqramları, yəni dediyim kimi süni intellekt əsaslı məhsulların aşkarlanması üçün, yəni süni intellektin özünə bir anti-süni intellekt texnologiyasını tətbiq etmək. Yaradan da süni intellekti, o süni intellektə qarşı mübarizə aparan proqram məhsulunun özü də süni intellektin əsasında demək yaradılır. Süni intellekt artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Önəmli olan yeni texnologiyalardan istifadə qaydalarını düzgün bilməkdir. Əks halda bu tədrisdə yalnız asılılıq yarada bilər.